Salam olsun hər kəsə, salamlayıram hər birinizi. Bu dərsimizdə sizinlə əlavə forum elementləri haqqında danışacağıq. Burada qeyd etmişəm. Ctrl-B edərək sol tərəfi bağlayıram. Deməli, burada yazdıqlarım haqqında danışacağıq. Bunlardan bəzilərini keçmişik. Məsələn, value-nu keçdik biz, disabled keçdik. Yəni öncəki dərsimizdə istifadə etdik. Burada da sadəcə bu elementlərlə də, bu taqlərlə də bu atributları istifadə etmək olur. Onun üçün burada da qeyd etmişəm. Təbii ki, digərləri də mümkündür. Name-dir və s. ID-dir, class-da onları da istifadə etmək mümkündür. Yaxşı, bəs select option button. Bu taqlər nə üçün istifadə olunur? İlk öncə gəlin form elementimizi açaq. Baxın, form içərisində yazacağım. Action-ı buradan silirik. Bunlar haqqında öncəki dərsimizdə danışdıq. Bunun içərisində mən select yazsam əgər, baxın, select vursam əgər, name və ID özəlliyi gəlir. Name-i bilirik də, biz back-end-ə gedəndə bu ad altında getməsi üçündür. Yəni name onun üçündür, ID də bilirik ki, yəni özəl davranmaq üçün istifadə olunur. Bu select-i açdığımız zaman, yəni select nə üçün istifadə olunur? Baxın, müxtəlif veb saytlarda görə bilərsiniz. Belə bir input olur sanki, onun içərisində seçimlər olur. Burada məsələn quş işarəsi olur ki, seçim edilsin. Bura vuranda altda pop-up kimi açılır. Drop-down menu kimi açılır burada seçimlər. Məsələn, ölkə seçimi örneğin. Gəlin burada elə onu yazaq. Baxın, bu həmin o select-in içərisindəki elementləri yazmaq üçün, seçimləri yazmaq üçün biz optionlardan istifadə edirik. Yəni nə başa düşdük? Optionları select-in içərisində yazırıq. Elə deyil. Onda gəlin yazaq. Option yazaq məsələn bura. Baxın buradadır. Enter vururam. Value hissəsi gəldi. Göstərəcəm nə üçündür. Məsələn Azərbaycan. Yazdım bura. Ctrl Enter vurub düşürəm aşağı. Daha sonra bir dənə də option açıram və buna dəyər mənimsədəcəm. Məsələn Türkiyə. Bir dənə də ölkə yazmaq olar. Məsələn Almaniya yazaq. Bu formada. Ctrl S etdiyimiz zaman ekrana baxsaq əgər, yaxınlaşdırıram ki, rahat görəsiniz. Baxın, belə bir input gəldi. Üzərinə klik etdiyim zaman burada seçimlər gəlir bizim üçün. Azərbaycan, Türkiyə və Almaniya. Məsələn, Türkiyə seçəndə Türkiyə düşür bura. Yəni bu deməkdir ki, bu inputdan seçilən dəyər bu Türkiyənin dəyəri olacaq back-end-ə göndərilmə zamanı və s. istifadə olunma zamanı və ya Almaniya və yaxud da ki, Azərbaycan. İndi burada məsələ nədir? Biz select-də deyirik name. Məsələn, ölkə. Bu formada desək, back-end-ə gedən data içərisində ölkə adı altında bu optionlardan hansı seçilibsə o getmiş olacaq. Yəni buradan biz hansını seçmişik o gedəcək. Amma burada hansı dəyər gedəcək? Məsələ odur. Bu value-lar nə üçündür? Başa düşmək lazımdır ki, bu optionlar içərisində yazılan bu dəyərlər ki var, Azərbaycan, Türkiyə, Almaniya, bu vizuallaşdırma üçündür. Yəni ekranda göstəririk ki, bu seçimi etdiniz siz. Amma arxa planda back-end-ə gedən datanı biz value içərisində təyin edirik. Yəni bura məsələn AZ yazsaq ya da az yazsaq, bu gedəcək və ya tam ad da yazmaq olar, Azərbaycan da yazmaq olar. Məsələn TR yazsaq bura Türkiyə, bunun dəyəri gedəcək. İndi burada Almaniyanın dəyəri gedəcək. Bu formada yazacağıq, gedəcək. Yəni demək istəyirəm, gəlin bunları da istəyirsiniz tam olaraq yazın, baxın. Nə demək istədiyimi başa düşün. Türkiyə, Almaniya. Baxın, bu yazılışda Ctrl S edirəm. Dəyişən bir şey olmadı, amma məsələ nədir? Məsələn, biz JavaScript ilə hər hansı bir yerə istək göndərdiyimiz zaman bu datanı alıb buradan getməliyik, elə deyil. Bu select içərisindən seçməliyik ki, hansı dəyər seçilib. Və istifadəçi tutalım buradan Türkiyəni seçdi, elə deyil, bunu seçdi. Burada görsənən, bu Türkiyə olaraq görsənən bu yazıdır. Baxın, bu yazıdır, bax, bu ağla olandır. Buradır. Amma back-end-ə göndəriləcək olan isə budur. Value-dur. Aydındır? Name adı altında, ölkə seçimi altında Türkiyə göndərilmiş olacaq. Və yaxud da ki, buradan bu Almaniyanı seçsə, burada görsənən budur, Almaniyadır. Amma back-end-ə gedəcək olan budur. Bu yazıdır, value-dur. Aydındır, bunu başa düşmək lazımdır. Selektorda bu formada istifadə olunur. Daha sonra, məsələn, burada, məsələn, belə bir şey yazmaq olar. Bir dənə option yazıram, seçin yazıram bura, məsələn. Bu formada. Elə deyil. Ctrl S eləyirəm. Baxın, bu da gəlir bura. İndi istifadəçi gəlib bunun özünü də seçə bilər. Elə burada saxlaya bilər. Biz elə edə bilərik ki, bunu seçə bilməsin istifadəçi. Yalnız aşağıdakı ölkələri seçə bilsin. Onun üçün buna baxın. Disable demək olar. Ctrl S eləyirəm. Baxın, bu formada Azərbaycanla gəlir. İndi bu seçini biz öncədə də göstərmək olar. Baxın. Bu formada yazsaq, Ctrl S eləsək. Baxın, seçin gəldi bura, amma bunun özünü seçmək olmur. Fikir verin. Bu selected isə hazır seçilən hansı olsun onu göstərir. Default olaraq disable etdiyimiz üçün Azərbaycanla başladı. Elə deyil. Gəlin bunu belə eləyək. Baxın, bunu silin buradan ilk öncə. Nə göstərmək istəyirəm?
Ctrl X edirəm, Ctrl S edirəm. Hal-hazırda seçin gəlir, elə deyil. Mən istəyirəm ki, bu açılış səhifəsində Almaniya gəlsin. Ona görə bura deyə bilərəm ki, selected. Yəni bu seçilmiş halda olsun. Ctrl S edirəm, Almaniya gəlir. Amma bir də məsələ budur ki, məsələn bu seçin var burada. Bunun özünü də seçə bilərlər. Amma əslində düzgün deyil də, ölkə olaraq belə bir dəyər yoxdur axı. Onun üçün də biz nə edirik? Ctrl X edirəm bunu, gətirirəm bura. Baxın. Buna deyirəm selected olsun, bu seçilmiş olsun. Yəni burada ekranda birinci görsənən olsun, amma disable olsun. Yəni seçilə bilən olmasın. Baxın, bu input onun üçündür ki, buranı aç, yəni müəyyən bir ölkə seç, amma bunun özünü seçəməyəcək. Məsələn, açıldısa bu, başqa birini seçməlisən. Almaniya seçməlisən və s. seçməlisən buradan Türkiyə. Amma bunun özünü seçə bilmədik. Aydındır? Yəni selected elementin ilk sırada görünməsi üçün istifadə olunur dediyim kimi, amma disable isə nə üçün istifadə olunur? Seçilə bilmə özəlliyini almaq üçün istifadə olunur. Inputlarda və s. istifadəsini görmüşdük. Burada da value-nu silə bilərik. Onsuz backend-də bu seçilə bilmədiyi üçün bununla bağlı datada getməyəcək. Value-nu buradan silə də bilərik, saxlaya da bilərik. Aydındır? Bu da belə. Yəni bu select və option istifadəsi bu formadadır. Drop-down menyular, menyu deməyək, seçimlər üçün istifadə olunur. Burada dəyərləri artırmaq olar, aşağıya doğru artırmaq olar və qeyd etdiyim kimi bir növbət dərsimizdə forumla bağlı praktika edəcəyik və orada da bunları istifadə edəcəyik. Heç narahat olmayın. Hələ ki bu istifadəsini bilək. Optionları başa düşmək lazımdır ki, select içərisində istifadə edirik bu formada. Ctrl KC edirəm və name özəlliyində selectə verildi. Fikir verin, optionlara vermədik. Çünki nəticədə bu selectdən müəyyən bir nəticə çıxıb getməlidir. Bunun içərisindən də həmin nəticənin çıxması üçün optionlardan hər hansı bir dəyər gəlməlidir bura və o göndərilməlidir. Aydındır? Bu belə. Bir də buton var, button var burada. Baxın. Buton yazıram. Bunu biz kənarda da istifadə edə bilirik. Form içərisində də istifadə edə bilirik. Yəni inputun type-ına submit deyirik məsələn. Butona da biz submit və s. deyə bilərik. Yəni formları resetləmək üçün, formları submit etmək üçün, müəyyən bir yerə göndərmək üçün və ya type-ına buton deyə bilərik. İndi göstərəcəm. Məsələn, klik yazıram bura. Ctrl S edirəm. Hər hansı bir şey yaza bilərsiniz. Baxın buton kimi gəldi. Fikir verin. Kliklənə biləndir. Baxın, klik eləyə bilirəm buna mən. İndi bunun type özəlliyi var. Əgər form içərisində yazmışamsa, mən type-ına baxın, submit, reset button deyə bilərəm. Submit desəm, yəni formu submit edəcək. Ctrl S edirəm. Baxın, klik elədiyimiz zaman form submit olmuş olacaq. Məsələn, gələcəkdə JavaScript-də biz yaza bilərik ki, form submit olanda bu proseslər icra olunsun. Məsələn, datalar alınsın, backend-ə göndərilsin. Örnəyin deyirəm. Forma submit yazmaq, yəni həm bu butona klik etməklə, həm də form içərisində enter vurmaqla nəzərdə tutulur. Bu submit yazıla bilər, yəni butonun type-ına submit yaza bilərik. Aşağı düşürəm, 2 dənə yapışdırıram bundan. Bunu Ctrl-KC edirəm. Daha sonra burada deyə bilərik, baxın, bunu seçirəm, Ctrl-Space vururam, seçimlər gəlir. Resetləmək üçün, inputu resetləmək üçün istifadə olunur. Yəni, öncəkində bilirik də artıq. Sadəcə deyə bilərsiniz ki, indi daha doğrusu qoy bunu deyim, ondan sonra da izah edeyim bunu. Inputla buttonun yazılmasının fərqini göstərəcəm. Burada da, yəni bu reset olanda type-ı təbii ki, klik olunanda formu resetləyəcək də. Bir də button deyə bilərik elə bu formada. Bu button dediyimiz zaman heç bir özəlliyi olmur əslində. Amma məsələ odur ki, JavaScript-də biz klik və s. yazanda birbaşa bu buttona klik olunmaya bir şey yaza bilirik. Məsələn, on klik müəyyən bir şey olsun deyə bilirik. Gəlin baxın, yazım. Amma bu JavaScript koduna fikir verməyin də siz. Məsələn, baxın, burada tək dırnaqda yazaq. Bu formada salam. Ctrl S edirəm. Baxın, klik olunma zamanı salam yazısı bura çıxır bizim üçün. Bu JavaScript kodudur. Baxın, bu alertdir burada çıxan. Bu bizim bu mövzunun dərsi deyil. Yəni daha doğrusu HTML dərslərinin mövzusu deyil bunlar. JavaScript dərslərinin mövzusudur. Amma burada sadəcə göstərmək istəyirəm ki, bu formada yəni on klik və s. bu butonları yazmaq mümkündür də. Yəni kliklənmə özəlliyi və s. olur. Yəni bunun type-ına buton da deyə bilirik. JavaScript-də inşallah istifadə etdiyimiz zaman ətraflı görəcəksiniz. Bir də məsələ nədir? Məsələn, input yazırıq bura. Bunun type-ına da biz deyə bilərik submit və ya gəlib bura button da deyə bilərik. Elə deyil bu formada. Deyə bilərik ki, bu da submit olsun. Elə deyil. Daha doğrusu bura yox. Məsələn, göndər. Göndər deyək buna. Type-ına deyək submit. Deyə bilərsiniz, fərqi nədir bunun? İkisi də eyni iş görür. Buna da klik edəndə submit eləyir. Burada indi value da vermək olar da, buna da göndər demək olar. Göndər. Input yazaq buna, fərqi görsənsin. Baxın, baxdığımız zaman görürük ki, göndər inputa da vuranda form submit olunacaq, buttona da vurulanda form submit olunacaq. Deyə bilərsiniz, fərqi nədir? Məsələ odur ki, məsələn, biz bu buton içərisində
Elə də ciddi fərqləri yoxdur, amma butonu daha çox müstəqil istifadə olunduğunu görəcəksiniz zaten. Bu buton içərisində biz gəlib baxın, HTML də yaza bilirik. Yəni necə? Tutalım bunun içərisində A yazmaq olar. Və yaxud da ki icon yazmaq olar və yaxud da ki div yazmaq. İndi divi keçməmişik, onu yazmayım. Keçəcəyik inşallah divi də. Və hər hansı bir şeylər və ya bu buton içərisinə image əlavə etmək olar, ikon əlavə etmək olar. Müxtəlif təqlər yazmaq olar. Aydındır, bu formada ikonlar və sair yazmaq olar. Yəni bu buton içərisində biz görsel də göstərə bilirik. Məsələn, görməmiş olmazsınız. Belə bir button var. Məsələn, burada iconu var, tutalım. Burada bir ikon var, nəsə kiçik bir ikon var. Və burada da məsələn göndər yazılır, nəsə yazılır da, hər hansı bir şeylər yazılır. Aydındır. Biz bu butonlarla bunu rahat formada eləyə bilirik. Aydındır, bunun içərisində butonun öz içərisində uyğun olaraq sektorlara bölüb onu dizayn edə bilirik. Aydındır. Yəni bu formada istifadəsi var. Inputun da deməli submit olma özəlliyini bilmək lazımdır. Bunu da bilmək lazımdır. Mən açığı daha çox butonun submit olması, yəni form içərisində olsa belə buton yazıram daha çox. Yəni ikisini də yazmaq olar, qəbahəti yoxdur bunun. Aydındır? Yəni buna görə sizə heç kim deyəsi deyil ki, niyə orada bunu yazmamısan, onu yazmısan. Bu qədər. Bu da əlavə form elementləri idi və bunları da sizə göstərmək istədim. İnşallah bir sonraki dərsimizdə deməli formları praktik edəcəyik və bu formada dərslərimiz davam edəcək. Ümid edirəm faydalı dərs oldu. Növbəti dərsdə görüşək.